Polikistoz sindromunda düzgün qidalanma çox vacibdir. Əsas məqsəd insulinin stabilləşməsi və hormon balansının qorunmasıdır. Bunun üçün bəzi məhsullar xüsusilə faydalıdır. Avokado sağlam yağ mənbəyidir, hormon balansını dəstəkləyir. Yaşıl tərəvəzlər, ispanaq, brokoli çoxlu lif ihtiva edir, insulinin stabilləşməsinə kömək edir. Gilə meyvələr, moruq, böyürtkən, qaragilə, aşağı glikemik indeksə malikdir, qan şəkərini kəskin qaldırmır. Balıq, somon, skumbriya, omega-3 yağ turşuları ilə zəngindir, iltihabı azaldır. Paxlallar, noxud, mərcimək, lobya, bitki mənşəli zülalın və ləng karbonhidratların yaxşı mənbəyidir. Qoz, fındıq və toxumlar, kətən, chia, insulinin tənzimlənməsinə kömək edir, sağlam yağlarla zəngindir. Və yaşıl çay güclü antioksidan təsir göstərir və metabolizmi dəstəkləyir. Nəyə diqqət etməliyik? Şəkərli və emal olunmuş qidalardan uzaq durun. Seçiminiz təbii, sadə və balanslı qida olsun.